Hə, eşən, indi orada sual yalanır da. Bax, sağa yandır, ehtiyatlı ol. Bax, burada görürsən yol ver nişanı var. 2.4 yol ver nişanı və sola sağa, biz sağa gedirik deyənə, sola baxırsan, gələn yoxdursa, çıxdın dayanmadan. Aha. Bax, burada da düz gedirik, yandır sağa. Bax, burada görürsən, bax, stop nişanı var, 2.5. Dayanmadan keçmək qadağandır. Ya da ki, dayanmadan hərəkət qadağandır. Stopu görsət, mütləq var burada, stopu görsət. Bax, gələn yoxsa, amma gələn var təbii ki. Aha, şu, holmu, döndük. Yol ver nişanı, bir də stop nişanı. İkisində də yol veririk, amma fərq nədir onların arasında? Bax, ikisində də 2.4 yol ver nişanı, 2.5 stop nişanı, dayanmadan hərəkət qadağandır. İkisində də yol veririk, amma ikisində də yol veririksə, aralarındakı fərq nədir? Birində gözləyib yol verməliyik, müəllim. Aha. Birində isə saxlayıb yol verməliyik də. Gözləyib yol verməliyik, bir də saxlayıb yol verməliyik. Fərq nədir orada? Deməli, yol ver nişanı 2.4-də biz dönürüksə, baxırıq, o istiqamətdə maşın yoxdursa, tamam mı? Bəli, onda keçə bilərik. Yox, stopsuz keçə bilirik də, bildin, maşın saxlanmaq. Ay, yaşa. Amma 2.5 nədir stop nişanı? Dayanmadan keçməyi qadağandır. Deməli, maşın oldu olmadı, dayanmalı. 3 saniyədə olsa stopu görsərsən, 4 təkən 4 də stop eləyir, sonra yolumuzu davam eləyir. Tamam mı? Gördün mü, ikisində də yol verir, amma aralarındakı fərqlidir ki, birində dayanmadan hərəkət qadağandır, amma birində maşın yoxdursa baxırıq, yol dəyərləndirib gedirik normal sürətlə. Bax, əksən. Bax, fərqi bunlardadır. Əla.